döyünən ürəyim mənim, Maştağadı döyünən ürəyim mənim, Bu kəndədir arzu diləyim mənim, Bu kəndədir arzu diləyim mənim. Mən bu kənddənəm, bu kəndin oğluyam, Çox şey üçün mən bu kəndə borcluyam. Abır isməti buradan öyrənmişəm, Namus qeyrəti buradan öyrənmişəm. Maştağanın havası can dərmanı, Gezməlidir, görməlidir hər yanı. Vaxtın oldu bura qonaq gəlginən, Bu kəndin bağlarında dincəlginən. Bilgəh nərdaran qonşu kənddilər, Bizə doğma yaxın kəndçilərdilər. Həm xeyirdə şərdə gəlgedimiz var, Bir-birimizə hörmət izzətimiz var. Kürdəxanı zabrat həm də buzana, Kəndimizlə çiyin-çiyinə yan-yana. Bu kəndlərdə başqa bir aləmdülər, Düşüncədə, əqidədə möhkəmdülər. Bizdə hamı bir-birinə dayaqdı, Maştağa oğlanları çox qoçaqdı. Layiq olan burada görər hörməti, Var bu kənddə böyük kiçik söhbəti. Bu kənddə bir toyun xeyrişin olar, Gələr çağırsan kimi qalmaz dala. Həm ağsaqqallar, həm də cavanlar, Sənə səndən artıq can yandırarlar. Xoş rəftar görərsən, sevinərsən, Dosta qohuma baxıb fərəhlənərsən. İstər yaxşı, istər pis anında, Olar bu kənd əhli sənin yanında. Qoymazlar heç vaxtı yıxılmağa səni, Nə qəmlənməyə, nə sıxılmağa səni. Qadınları, qızları çox həyalı, Tərbiyəli, həm də ağıl kamallı. Seçilirlər öz qeyrətləri ilə, Bizi böyüdürlər izzətləri ilə. Açın baxın siz tarixin varağına, Bu kənd çıxıb erməninin qabağına. Düşmənə göstərib şücaət nedir, Vətənini çox istəyən millət nedir. Qoçu əzizi çəkək misal göstərək, Bir də qoçu Necəf qulunu yad edək. Baxaq məhdiyi onlardan öyrənək, Olar qoyan izlə gedək biz gərək. Var bu kəndin milli qəhrəmanları, Vətənin uğrunda gedib canları. Həzrət Hüseyn onlara kömək olsun, Hamının məzarı nur ilə dolsun. Çünki Hüseyn şəhidlərin ağasıdır, O şəhid atası, şəhid balasıdır. Min il keçsə igid ölməz, nər ölməz, Hər zaman yaşayar şəhidlər ölməz. Bu kəndin cəmaati zəhmət sevər, Əkinçi, qəssab və ticarətçilər, Bir də qəzəlxanları, şairləri, Yaddan çıxmaz heç deyilən sözləri. Rəhmətli Elçin ilə Məşəd baba, Onları sevirdi bütün el oba. Bir də çəkim qoy vüqarın adını, Bilən bilir onun istedadını. Meyxanada çox yenilik yaratdı, İstedadları efirə çıxartdı. O yorulmur gənclərə yardımında, Sənət üçün çalışır hər addımında. Fəxrimizdir Çıldağ ağa Səlimdə, Davamçıları Ağa Mirzə Kərimdə. Hal-hazırda özləri uzatdılar, Meyxananı qorudular, yaşatdılar. Kəndin var həm də cavan şairləri, Ələkbər, Baləli və digərləri. Maştağanın şöhrətidir, şanıdır, Bu Maştağa dahilər məkanıdır. Qorxmaz Əlili Məmmədov Əlibaba, Əlibala Səyyah Həbibov Seydağa. Bu saydığım insanların dördü də ad qazanıb çalışdığı sahədə. Bu kənddə çoxları istedadlıdır, həm də oxunmuş ali savadlıdır. Bizə dərs öyrədən müəllimləri, üstümüzdə böyükdür əziyyətləri. Dözüblər hər zaman bezəlliyimizə, uşaqlığımıza, ərköyünlüyümüzə. Həkimləri xəstəyə can yandırar, xoş danışıqlarıyla ruhlandırar. Xəstə inam yaratsın öz-özündə, daima olsun yaşam həvəsində.
paylaşır aslan ləqəbini, məğlub edər istənilən rəqibini. Ağa Seyid Dəmir talehin qardaşı, onunla fəxr edir dostu yoldaşı. Hacı Niyazi də səs salıb hər yana, rəqib çəkinir o girəndə meydana. Qardaşlardan Quliyev Əfqan da var, kim boksçudur qazanıb medallar. Sizlərlə fəxr eləyir Maşdağa, sizə uğurlar diləyir Maşdağa. Görə qəmişə yüksək mərtəbələrdə, kəndin idmançılarını hər səfərdə. Vətəni sevən hazırdır əskər gedə, çox oğullarımız vuruşur cəbhədə. Analarımızın yolda qalıb gözləri, salamat qayıdın gülsün üzləri. Bu kənddən içərdə olanlar da var, namus qeyrət üstə yatanlar da var. Bütün məhkumlar azadlığa çıxsın, uca yaradan hamıya qapı açsın. Qəlbidə qürbətdə olanlarımızı, ocaq həsrəti ilə yananlarımızı, kənddən uzaqda kim varsa yad edək, Maşdağadan onlara salam göndərək. Azan səsi gələndə hər namazda, gələr hamısı birləşər namazda. Oxunarmı özələr namazdan sonra, cəm olar Allahı sevənlər ora. Ağaların hər bir sözü can dəvası, olub kəndin Mir İbrahim ağası. Mirzə Əbdülkərimi və Müctəbası, Seydibad ağası, Aqil babası. Var bu kəndimizdə hal-hazırda da, Hacı Məhəmməd ilə Hacı Seyd ağa. Kəblə-i İlqarla Əbəl Həsəndə, göz yaşı axıdırlar Hüseyn deyəndə. Var Hacı Cəlili, Hacı Nur Məhəmmədi, biz onlara baxıb alırıq ibrəti. Eşidə qər zaman onların kəlməsin, onları Allah bizə çox görməsin. Hər il Aşurada, Mühərrəmidə, çox yer kimi bizim kəndimizdə də. Əbəlfəz Abbas kimi qardaşı ilə, 72 şühəda yoldaşı ilə, nizənin üstündə kesik başı ilə, hər şeyini Allaha qurban verən, suyun kənarında susuz can verən, Hüseynin ahzarına ağlayırlar, əza tuturlar, yaz saxlayırlar. Ağlayırlar Hüseynin Abbasına, biz aşiq Abbasın vəfasına. Cümlə bəşər fədadır qeyrətinə, elə ağadır ki dəst keçib nəfsinə. Abbasım hara ayağın qoyarsa, ora baş qoyaram layiq sayarsa. O qədər zülümdə, o qədər cəfada, 10 gün qonağı olduq Kərbəlada. Gözəllikdən başqa heç nə görməyən, hər halında Allaha şükr eyləyən, o Zeynəvdir, Hüseyn yadigarıdır, Hüseynin ikinci ələmdarıdır. Kərbəlada körpə şəhidlər də var, qamçı yeyib tikə-tikə doğrananlar, yad edirlər axlanan Ələsgəri, Ürəyyani, Qasimi, Ələkbəri. Hər kim Hüseyni Kərbəlanı dərk edə, onun əvəzi bəssi qiyamətdə də. Biz Mühəmməd Əli istəyənləri, İmam Zaman yolu gözləyənləri, dərdimizin dərmanı Zəhradıdır, onun hörməti hər iki dünyadadır. Maşdağa əhli də ibadət əhli, İmam yolu gedən ziyarət əhli, hər ayın əvvəlində axırında olurlar Məşəddə və Kərbəlada. Ziyarət edirlər İmam Rızani, İmam Hüseyni, Əbəlfəz ağani. Bu ziyarətgahları hər kim gəzər, o ziyarət etdiyi ağalar gələr. Öləndən sonra qəbir əzabında, şəfaət edərlər haqq hesabında. İmkan edənlər gedirlər əhcədə, olub Mədinədə, olub Məkkədə. Götürürlər Peyğəmbərin ətrini, biz acıların bilməliyik qədrini. Maşdağanın uğrunda ölməyə dəyər, Maşdağa əhlinə güvənməyə dəyər. Övladlarımın bir gün mən olmasam da,
deyirəm kəndimin qabağında, bir də valideynimin qabağında. Bir vətəndir, bir